Gördü Həzrət Əli əleyhissalam keçir. Ya gəldi həmin yerə. Həzrət Cənab-ı Cəbrail ona ehtiram göstərdi. Salam verdi, onun üçün qalxdı, yer göstərdi. Həzrət Peyğəmbər soruşdu ki, Cəbrail, bunu tanıyırsan? Dedi, ya Rasulallah, bu kişi göylər aləminə daha çox tanışdı, nəinki yerlər aləminə. Tanıyırsan nədir? Bu mənim ustadım olub. Bu mənim müəllimim olub. Cəbrail, nə danışırsan? Dedi, hə, bu kişinin göydə bir nuru var, bütün mələklər bu kişinin nurunu təvaf edirlər hər gecə gündüz. Savabını da göndərirlər Əli aşiqlərinə yer üzündə. Sən deyirsən, bunu tanıyırsan? Allah məni birinci dəfə yaradanda mənə sual verdi, sən kimsən, mən kimən, cavab verə bilmədim. Bu kişinin nuru idi ki, mənə peyda oldu, zahir oldu. Dedi, deynən, əntəl xaliq və ənəl məxluq, sən xaliq, sən mən məxluqam. Nə danışırsan, ya Rasulallah? Ola bilsin bu kişini yer üzündə tanımayanlar var. Amma əsas göy üzüdür, yer üzü nədir?